22-ci əsr kanalının bugünkü buraxılışında hər birinizi xoş gördük, dəyərli izləyicilər. Videoya keçməzdən əvvəl hər birinizi Müstəqillik Günü münasibəti ilə təbrik edirik. Şanlı ordumuzun Qarabağda zəfər yürüşü davam edir. Son gələn məlumatlara görə ordumuz Cənub cəbhəsində xeyli irəliləyib. Tarixi Xudafərin körpüsünə Azərbaycan bayrağının sancılması bu məlumatları təsdiqləyir. İnsanlar böyük maraqla növbəti rayon və şəhərlərimizin azad edilməsi xəbərini gözləyir. Bəs müharibənin gedişində bizi nə gözləyir? Tezliklə sülh olacaq, yoxsa döyüşlər bir neçə ay davam edəcək? Bütün bu suallarla bağlı Ukraynalı hərbi ekspert Yuri Podolyak maraqlı fikirlər səsləndirib. O deyir: Ermənistan ordusu Hadrut döyüşlərində tam məğlub olub və köhnə mövqelərini buraxaraq geriyə çəkilir. Münaqişə sona çatmaq üzrədir və bu da Azərbaycan ordusunun uğurlu əməliyyatları nəticəsində baş tutub. Yuri Podolyak döyüşlər zamanı nə baş verdiyini izah edib və qırılma nöqtəsini açıqlayıb. Stat: Azərbaycan ordusu Hadrutdan şimalda olan yüksəkliklərə doğru irəliləyərək oraları 30 ildən sonra geri qaytarıblar. Yüksəkliklərin tutulması isə bu istiqamətdə keçirilən əməliyyatlar üçün sınma nöqtəsi olub. Azərbaycan tərəfi o yüksəklikləri rahatlıqla ələ keçiriblər. Əslində ermənilər üçün həmin yerləri əldə saxlamağın bir mənası da qalmamışdı. Hərbi ekspert davam edərək deyir: Azərbaycan tərəfinin açıqlamalarından, ermənilərin videolarından belə anlaşılır ki, Azərbaycan ordusu Hadrutdan Dağlıq Qarabağın içlərinə gedən yola yaxınlaşırlar. Ermənilər artıq buranı tərk edib. Döyüşün aparılma metodologiyasına gəldikdə isə Ukraynalı ekspert iki məqama xüsusi diqqət çəkib. Onlardan biri pualardan istifadənin azalması ilə bağlıdır. Podolyak bu məqamla bağlı 3 versiya səsləndirib. 1. Ola bilsin ki, Azərbaycanın pilotsuz uçuş aparatları tükənməz üzrədir. Ola bilsin ki, Azərbaycanın pilotsuz uçuş aparatları tükənmək üzrədir. Amma bu versiya inandırıcı görünmür. Rəsmi Bakının xeyli puası var. 2. Erməni qüvvələrinin əks hücuma keçməyə gücləri yoxdur. Yalnız geri çəkilirlər. Eyni zamanda nə zirehli maşınlarla əks hücum var, nə də artilleriya ilə zərbələri. Bu səbəbdən Azərbaycan tərəfi erməni kolonlarına zərbə vurmur. Azından ona görə ki, artıq o qüvvələr yoxdur. Azərbaycan ordusu zəif nöqtələri tapır, ciddi hücum əməliyyatı keçirir və düşməni qaçmağa məcbur edir. Beləliklə, sürətlə əsas yüksəkliklərin ələ keçirilməsi baş verir. Erməniləri isə geriyə, biraz da geriyə çəkilməyə məcbur edirlər. Bu ona görə baş verdi ki, döyüşlər düzənlikdən dağlara keçir. Orada isə minalı sahələr yoxdur. Döyüş cəbhəsinin uzunluğu 400 kilometrdir. Ermənilərin isə cəm halda 40-45 min canlı qüvvəsi var. Onların az hissəsi Qarabağda qalıb. Son döyüşlərdə ermənilər Azərbaycan tərəfinin əməliyyatları nəticəsində 5-6 min canlı qüvvə itiriblər. Beləliklə, ermənilər Azərbaycan tərəfinin sərt hücum əməliyyatlarının qarşısını ala bilmirlər. Azərbaycan tərəfi sanki kağızı bükürmüş kimi qarşı tərəfi bir yerə toplayır. Podolyakın sözlərinə görə ermənilər Hadrut ətrafındakı təpə və yüksəklikləri nəyin bahasına olursa olsun qoruyub saxlamalıydılar. Lakin bunu bacarmadılar. Azərbaycan tərəfi elə ki, yüksəklikləri əldə etdilər, hər şey pərəmpərəl oldu. Ya erməni tərəfinin savadsızlığıdır, ya da Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin sürətli və effektiv işidir. Xüsusi təyinatlı qüvvələr ilk olaraq snayper nöqtələrini sıradan çıxardırlar. Bununla da sürətlə irəlilədilər. Bütün erməni müdafiəsi dağıdıldı və ermənilər mövqelərini döyüşsüz boşalda geri çəkilməli oldular. Bəs sonra nə baş verəcək? Hərbi ekspertin fikrincə, çox böyük ehtimal ki, ermənilər toplanıb növbəti mövqeləri bərkitməyə çalışacaqlar. Artıq hazırki mövqeləri saxlamağa nə güc var, nə də məntiqi məna. Əvvəlki xəritələri müqayisə etsək belə məlum olur ki, Azərbaycan ordusu Xocavəndə istiqamətlənəcək. Çünki Şuşa və Xankəndinə üst tutmaq üçün sağ cinağı təmin etməlidirlər. Hərbi situasiyaya görə Azərbaycan ordusunun Xocavəndə yolu açıqdır. Buna görə yaxın günlərdə Azərbaycan ordusu yenidən cəmləşmə edərək irəliləyəcək. Çünki qarşıda ciddi döyüşlər gözlənilir. Bundan sonra isə əgər Ermənistan ona verilən şərtləri qəbul etməyəcəksə, Azərbaycan ordusu yaxın günlərdə Xankəndinə istiqamətlənəcək.
Azərbaycanın bu əməliyyatı sona çatdırmaq üçün yetərli qədər gücü var. Bu isə ya Ermənistanın təslim olması ilə nəticələnəcək, ya da Ermənistan ordusu davamlı itki verəcək. Yekunda yenə həmin nəticə olacaq. Çox böyük ehtimal ki, bu müharibə yaxın bir həftədə bitəcək. Statın sonu. Cəbhədən gələn xəbərlərdə bildirilir ki, artıq düşmən qüvvələri yavaş-yavaş təslim olur. Cəbhə xəttində olan jurnalist Səxavət Məmməd bu barədə yazır. Axşam saat 00:00-dan sonra yalnız Ağdam və Tərtər istiqamətində sakitlik olub. Cənubda isə erməni tərəfi humanitar atəşkəsə əməl etməyib və cavabını artıqlaması ilə alıb. Hazırda Ağdam istiqamətində də atəşkəs pozulub. Artıq dərinlik o qədər artıb ki, düşmənin bütün təminatı kəsilib. Bir neçə yerlərdə ağ bayraqlar da qalxıb. Bu dərinliyin qarşılığında bir neçə gün öncə yazdığım sürpriz də gələcək. Statın sonu. Dəyərli izləyicilər, sizə cəbhədən yeni məlumatlar təqdim edəcəyik. Videonu bəyənib paylaşaraq daha çox insanın izləməsinə səbəb ola bilərsiniz. Qələbə bizimlədir. Qarabağ Azərbaycandır.